Eee, gəlin ilk öncə gözəl şagirdimizi daha ətraflı tanıyaq. Özünü bizə təqdim elə, zəhmət olmasa. Mənim qədimli Yusif Cavidoğlu. Çox gözəl. Yusif, hansı məktəbdə təhsil alırsan? Neçənci sinif şagirdisən? Ağsu şəhər Aslan Nadirov adına 1 ali məktəb Hüseyn 5A sinifində oxuyuram. Aha. Yusif, böyüyəndə nə olmaq istərdin? Arzun nədir? Böyüyəndə baş nazir olmaq arzusundayım. Çox gözəl. Səncə bunun üçün nə etmək lazımdır? Bunun üçün ən birinci təhsilimi davam etdirməliyəm. Dərslərimdən qiymətlərimi yaxşı eləməliyəm, özümə güvənməliyəm. Aha. Yusif, bizim üçün maraqlıdır. Ən çox hansı fənnə maraq göstərirsən? Ən sevdiyin fənn hansıdır? Azərbaycan dili. Azərbaycan dil fənnini daha çox sevirsən. Müəllimənin adı nədir? Saxla səs. 1. Azərbaycan dili fənnini daha çox sevirsən. Çox gözəl. Fənn müəllimənin adı nədir? Mətanət müəllimə. Mətanət müəllimə. Buradan Mətanət müəlliməyə də çoxlu salamımızı və öz təşəkkürümüzü bildiririk ki, sənin kimi bir şagird yetişdirib. Buradan öz dostlarına nə arzu etmək istərdin? Öz dostlarıma bunu arzu eləyərdim ki, dərslərinizə daha çox maraqlı olun, idmana gedin, idmanlarda müxtəlif uğurlar qazanın və ən birinci özünüzə güvənin. Aha, çox gözəl. Digər şagirdimizi tanıyaq. Sən özünü təqdim elə, zəhmət olmasa. Mən qədimli Səbuhi Cavidoğluyam. Aha, Səbuhi, sən neçənci sinifdə təhsil alırsan? Hansı məktəbin şagirdisən? 1 saylı məktəbdə 3D sinifində. 3-cü sinifdə oxuyursan. Böyüyəndə hansı sənətin sahib olmaq istəyərdin? Hökmən. Çox gözəl. Məktəbdə bəs ən çox sevdiyin fənnin, hansı fənni daha çox sevirsən? Hansı fənnə daha çox maraq göstərirsən? Riyaziyyat. Riyaziyyat fənninə. Çox yaxşı. Buradan dostlarına nə demək istəyərdin? Öz həmyaşıdlarına, öz dostlarına? Dərslərini yaxşı oxusunlar, idman getsinlər və uğur qazansınlar. Çox yaxşı. Müəllim, siz də eşidək, özünüzü təqdim edin ilk öncə. Mən Qədimov Cavid Şakiroğlu. İlk öncə sizə öz təşəkkürümü bildirirəm ki, gəlib belə maarifləndirici, həm də belə uşaqları çəkirsiniz, sevindirirsiniz. Sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun, Mən biz də təşəkkürümüzü Ağsu şəhər Ərəbşahi kənd tam orta məktəbində tarix müəllimi işləyirəm. Yəni uşaqlara da arzu edirəm ki, gələcəkdə ilk öncə gözəl insan olsunlar. Vətənimizə, elimizə, odamıza layiqli insan olsunlar. Biz də Çağdaş Təhsil komandası olaraq sizin övladlarınızın timsalında bütün balalarımıza gələcəkdə dərslərində, işlərində bol-bol uğurlar, şanslar, müvəffəqiyyətlər arzu edirik. Arzu edirik ki, vətənlərinə, öz ata-analarına, millətinə, xalqına layiqli övlad olaraq daim yetişsinlər. Çox sağ olun bizi qəbul etdiyiniz üçün. Təşəkkür edirik. Sağ olun. Siz sağ olun.